Çox sürücü bu suala sərt cavab verdi və ya ümumiyyətlə cavab verə bilmədi. Sürücülərə belə bir sual vermişdim ki, bu şəraitdə düzünə gedən qara avtomobilin sürücüsü sola dönən sarı avtomobilin sürücüsünə yol verməlidirmi? Düzgün cavab verən savadlı sürücüləri təbrik edirəm. Bəli, yol verməlidir. Biz isə hər zamanki kimi şəkili detallı incələyək. Şəkildə nə görürük? Diqqət edin, qara rəngli avtomobilin sürücüsünün olduğu yol sahəsi sağdan çıxışı olmayan yolla kəsişib. Bəli, çıxışı olmayan yol, yəni dalandır. Bu isə heç də o demək deyil ki, sarı rəngli avtomobilin sürücüsü sanki bitişik ərazidən çıxır. Deyil. Bu kəsişməni eyni əhəmiyyətli yolların keçilməsi qaydası kimi, yəni sağdan maneə prinsipi ilə hərəkət etmək lazımdır. Qara rəngli avtomobilin sürücüsü sağına bax, sağında maneə var, yol ver. Heç bir şəkildə düşünmək olmaz ki, düz gedən baş yoldadır. Sarı rəngli avtomobil əyri yolda, nə bilim, krivoy yolda deyil. Ona görə biz qaydalardan bilirik ki, kəsişmə əgər eyni əhəmiyyətli yolların kəsişməsidirsə, belə olan halda sağdan maneə prinsipi ilə hərəkət etmək lazımdır. Və çıxışı olmayan yolu, dalanı bitişik ərazi saymaq qaydalara ziddir. Sağ olun, sizlə mən Rıza müəllim idi.